Tərəfimizdən müvafiq tədbirlər görüləcək. Həm yaşıl dalğa prinsipi ilə, həm yol polisi ilə birlikdə lazım yerlərdə yollar tənzimlənəcək. Eyni zamanda qeyd olunduğu kimi yeni, yəni yaşıl zolaq dediyimiz avtobus zolaqlarında hərəkət, yəni yalnız ümumi istifadə olan nəqliyyat vasitələri üçün hərəkət nəzərdə tutulmuş yollarda digər nəqliyyat vasitələrinin hərəkət olunmasına yaqin ki, nəzarət olunacaq. Yəni, bu bilirsiniz ki, qayda pozuntusu sayılır və digər nəqliyyat vasitələrinin həmin zolaqlarla hərəkətinə görə müvafiq tədbirlər görüləcək. Onu da qeyd eləmək istəyirəm ki, yəni hər hansı küçə və prospektlərdə yolların məhdudlaşdırılması nəzərdə tutulmur. Tədbir ərəfəsində daha çox da yəni 18 may tarixində açılış günündə bəzi hallarda əgər əlavə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə zərurət olarsa, bu zaman bəzi yollarda ola bilsin, istiqamətlər dəyişilsin. Bu da qısa müddətlik, yəni həmin kortejin, yüksək səviyyəli qonaqların və digər qonaqların hərəkətini təmin etmək üçün. Yəni qısa müddətli qismən hansısa bir yolda istiqamət dəyişdirilə bilər. Amma ümumilikdə belə yolların bağlanması, bu kimi məsələlər nəzərdə tutulmur.